Sonunda yetişdik Həzrəti İmam Rza əleyhissalamın mübarək qəbrinin ziyarətinə. Hər gün minlərlə insan Həzrəti İmam Rza əleyhissalamın mübarək qəbrinin ziyarətinə zəvvar olur. Sevimli Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur: Mənim ciyərimin iki parəsi var. Biri qızım Həzrəti Zəhra, digəri isə qəriblikdə, qərib halda dünyasını dəyişəcək mənim balalarımdan olan Əli ibn Musa Rzadır. Kim onun qərib qəbrini Xorasanda ziyarət etsə, cənnət o şəxsə vacib olar. Bu gördüyünüz mübarək zəri Həzrəti İmam Rza əleyhissalamın mübarək qəbrinin ziyarətidir. Zərihidir. Allah ziyarətimizi qəbul eləsin. Allaha həmd olsun ki, Allah nəsib elədi. Məşəd Kərbəla zəvvarlarımızla bahəm, həmçinin Məşəd zəvvarlarımızla bahəm İmam Rza əleyhissalamın mübarək qəbrinin ziyarətinə gəldik. Allah qəbul eləsin. Allah cəmi arzusunda olanlara nəsib eləsin. Qrup rəhbərimən Rasim qardaşımız və həmçinin Seyid Kəmran qardaşımız xidmətinizdə olacaq, Ədalət qardaşımızla bərabər. Allah qəbul eləsin. Allah cəmi arzusunda olanlara bizlərlə müqəddəs ziyarətlərə gəlməyi nəsib